Bazı salam aleykum. Aleyküm. Necəsiz? Sağ olun qardaş. Burası sizin evinizdir. Mənə veriblər. Veriblər? Hə, mənim özüm. Neçədən uşaqlı sizdə? 4 dənə. 4 dənə. Mən sizin üçün bax ət də almışam. Qənd, pesoq, nə bilim, soğan, kartof, qarpız. Nə desən var da bunun içində. Allah Uşaqlar razı üçün orada olsun şirniyyat da qardaş. var. Allah uzunuzu yetirsin. Allah razı olsun. Allah başınızdan. Xalqımız da səni eşidir. Buyur, dərd ödənən inşallah. Bizim gözəl bacılarımız, qardaşlarımız dəstək olsun. Mən xahiş edirəm sizdən, analar, bacılar, qardaşlar. Bax, mənim körpəmin başını qırxıram, saxlaya bilmirəm. Xəstə uşaqdır, imkanım yoxdur. Yoldaşım xəstədir, bacısı gildədir, azarıdır, onun ağciyarı yoxdur. Belə özüm bizon qabı yığıb belə saxlayıram uşaqlarımı. Gün tezdən getmişəm, indi gəlmişəm. Uşaqlar hansısa dedim xəstədir. Deyib, budur xəstə. Nə xəstəsidir bu? Dili danışa bilmir, 900 manat pul işiblər. Bu da burnu qanayır, açılmır, tez-tez qanayır burnu. Bu da qız uşağıdır, deyib bu. Qız uşaqdır. Sudur qaldı, Mən elə onun da bildim, saçını oğlandır. uzada bilmirlər. Allah saxlasın hər birimiz, Yəni, hər birini inşallah. Analar, qardaşlar, xahiş edirəm, ölməyə uzun atda. Sizə qurban olun, balalarınızın ayağına atda ölüm. Xahiş edirəm, danışa bilmir mənim körpələrim. Həqiqətən də bu ailəyə kömək lazımdır. Bax, mən özüm də Allahım. Orada bacı qardaşlar nə atırsa, üstünə də qoyub gəlib mən belə dəstək oluram. İnsanların gözü tərəzidir. Əlimdən gələn yaxşılığı da eləyirəm. Kim də bizim haqqımızı itirir, onu da Allaha tapşırırıq. Var olsun yaxşılar, qeyrətdilər. Hər birimizin qarşısında baş əyirəm. An verirəm Allahımıza. Gəlin bu körpə balaları da bu gün sevindirək inşallah. Xahiş edirəm hər birinizdən. Gücünüz nəyə çatır? 1 manat, 5 manat, 10 manat. TikTokda, YouTube'da canlı açırıq. Xahiş edirəm, dəstək olun, bu uşaqlar da bu gün sevinsin. Zibillikdən dedin, yığırsan? Zibillikdən bizon qabı yığıram, bugün 5 manatım olub, pomidor almışam, çörək almışam, uşaqlar yeyib. Səhər naharını da eləyiblər mənim uşağım, pomidor çörək, salat edib vermişəm. Allah köməyiniz olsun inşallah. Analar, bacılar, qardaşlar, atalar. Ölməyə uzun atda, balalarınızın ayağının altında ölüm. Xahiş edirəm, sizi qurban olaram, yanıqlıyım, mən balalarımı kömək oluyum. Sən naharını indi yiyib, buran haqqı fikirdən mənə səbdə bilmirəm naharım. Başınıza dönüm, xahiş edirəm. İnşallah yaxşı olacaq. Gəlin də gözləyirəm. Bax, bazardığımız qapıları açırıq, vasitəçilik edirik sizlərin sayəsində. Gəlin dəstək olaq, sevindirək. Belə çarəsizlərin yanında olaq. 5 qəpiyə də, 3 qəpik də olsa, 10 qəpik də olsa, mənim çox ehtiyacım var. Xahiş edirəm, sizin başınıza dönüm. Ehtiyacım var. 5 qəpiyə, 3 qəpiyə, bu körpələrimə görə xahiş edirəm. Belə dizdə çökürəm, yalvarıram, qurban olum. İnşallah olacaqlar. Allahın köməkliyi ilə gəlin gözləyirəm. Qurban olaram sizə. Gəlin.